Hal-hazırda Qəbələnin gözəl yerlərindən birindəyəm. Bax, bu arkada gördüyünüz, bax, buradan gözəl şəkildə Qafqaz Sıra dağları, başı qarlı. Bu gördüyünüz Sultan Nuxan dağıdır, o məşhur radiolokasiya stansiyası. Bu dağın altında mı, haradadırsa bilmirəm. O üstdən görünən lokasiya arxadadır. Buradan görsənir. Budur burada bizim məşhur alaqanqal. Məşhur alaqanqal dediyimiz dərman bitkisi. Allahın apteki, təbiətin bir möcüzəsi. Bax, buradan kəsilir alaqanqal. Bunun içərisində yiyilən yer var, buzdolabından yiyilir. Bax, burası qabığı soyulur, yiyilir. Və sonra da bunun birazdan payıza doğru deməli bunun toxumları əmələ gələcək. O toxumlar da qaraciyərin, mədə altı vəzin, öd xəstəliklərinin bir nömrəli dərmanıdır. Çoxlarımızın yalnız kitabda oxuduğumuz, şəkildə gördüyümüz və yaxud da televizorda gördüyümüz alaqanqal bax budur. Bunun qabıqları buradan soyulur. Bunun içərisində olan kövrək hissəsi çox dadlı olur, həm də çox xeyirli. Bunu elə doyunca yeyirsən. Ziyan da törətmir. Bunun çox adama batan, yandıran tikanları var. Çok incidir batanda. Ama bunu çok maraqlıdır. Keçilər, qoyunlar, mallar çox iştahla, gözəl şəkildə də yeyə bilirlər. Ağızlarına bata-bata yeyirlər. Yəqin bir xeyir görüblər ki, onu elə qatlanırlar o əziyyətə. Bax, bunu belə bu hala salıb, roğları oradan ayırıb, tikanlarını təmizləyib, aparırsan evə. Evdə sonra xırda-xırda bala-bala soyub, bu içini, baba, bu içini görünən hissəsini, yumuşaq yerini yiyirsən, bala-bala gedir. Bu arada da bu əlimdə gördüyünüz xəncəri 9-cu sinifdə olanda, 9-cu sinifdə oxuyanda düzəltmişəm. Biz soyduq. Belə gözəl bir soyulmuş kövrək, şirin, dadlı, həm də çox xeyirli bir yiləsi, bunun nə deyim onu, gövdəsinin içi ortaya çıxdı. Bax, burada çox böyük bir sahədir. Hamısı həmən o qanqalın özüdür. Bax. Getdikcə, göz işlədikcə gedir. Allah verib da, elhamdülillah, Sübhanallah.